Sərhəd qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzov vəfat edib. Abbasəli Novruzov bugün səhər 89 yaşında dünyasını dəyişib. General sabah dəfn olunacaq. Onun hərbi memorial məzarlıqda torpağa tapşırılacağı bildirilir. Beyləqanda Yuxarı Qarabağ kanalında batan şəxsin meyti tapılıb. 19 yaşlı Rəvanə Rəşad qızı Hümbət Əliyevanın nəşi hadisənin baş verdiyi ərazidən bir neçə kilometr aralıda rayonun Türklər kəndi ərazisində polis əməkdaşları tərəfindən aşkar edilib. Meyit adiyyəti üzrə təhvil verilib. İlkin məlumata görə Hümbət Əliyeva Beyləqan rayonunun Dünyamallar kəndi sakini olub. O bir müddət əvvəl ailə quraraq rayonun 2-ci Aşıqlı kəndinə köçüb. Rəvanə Hümbət Əliyevanın hansı şəraitdə suya düşməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.